Rusya bugünləri, baxın görün Trump nə qədər utanç verici bir məlumatı dilə gətirir. Deyir ki, Putin sülh istəyir. Fikir verirsiniz Zaur bəy. Putin sülh istəyir. O Putin ki, deməli onu sonra tərifləyə gəldirib çıxartdı ki, çox yaxşı adamdır. Baxın görün, deməli Zaporojye atom elektrik stansiyasına deyir zərbə vurmur. Fikir verirsiniz. Görün bunu dünyanın ən böyük qüdrətli dövlətinin birinci şəxsi dilə gətirir. Özü utanmadan belə nə yaşına, nə başına yaraşmadan bunu dilə gətirib. Və deyir ki, Putin çox yaxşı adamdır. Putin sülhə can atır. Mən, halbuki Putin özündən də daha çox Trump'ı aşağılayıb. Yəni öz davranışları ilə, öz belə deyək, Sarnazyana hərəkətləri ilə, BMT-ni aşağılamaqla, belə deyək, beynəlxalq hüquq və normaları belə deyək, ayaq altına atmaqla artıq həmin deməli axtarışda olan Rusiya rəhbəri də Trump'ın o belə deyək də yumşaq damarını tutub. Fikir verirsiniz Zaur bəy, dünənləri deyir ki, nə yaxşı ki mən Ukraynaya tomogafkaları, deməli raketləri vermədim. Təsəvvür edirsiniz. Yeri gəlmişkən üzr istəyirəm, İtaliyanın baş naziri Giorgia Meloni'nin kabineti Ukraynaya 2026-cı il üçün 11-ci hərbi yardım paketini təsdiqləyib. Təsdiqləyib. Bəli. Təşəkkür edirəm, amma mən sizə deyim ki, İtaliyanın son vaxtlar sərgilədiyi bəzi hərəkətlər var idi. Həmin o Giorgia Meloni xanımın, düzdür o, özünüz də, yəni dəyərli izləyicilər də bilir, Zelenskinin onların arasında çox isti münasibət var. Yəni, belə də rəhbər şəxs olaraq, yəni isti münasibətlər var. Hər dəfə görüşəndə isti qucaqlaşırlar, görüşürlər, öpüşürlər. Amma İtaliyada yəni Zelenskiyə müəyyən təzyiqlər eləyirdi ki, onlar yəni müəyyən güzəştlərə getsinlər. Amma mən sizə deyim ki, Ukrayna xalqı heç bir güzəştə getməyəcək Zaur bəy. Ukrayna xalqı bu referendum məsələsi var, fikir verin. Referendumu keçirmək üçün 2 ay vaxt lazımdır. Yəni o hazırlıq üçün də referendumu keçirmək üçün. Çünki o sənədi imzalayacaq şəxs Konstitusiyada, yəni Zelenskiyə o səlahiyyətlər yoxdur. Ona görə də bu referendum keçirilməlidir. Ukrayna xalqı artıq 85%, səhv eləmirəmsə, Ukrayna xalqı bu məsələyə yox deyir. Yəni ərazi güzəşti ilə bağlı məsələyə yox deyir. Əvvəlcədən nəticəsi bəlli olan bir, necə deyərlər, danışığa və yaxud da ki, siyasi addıma nə ehtiyac var? Amma bu günləri Amerika ona təkid edir, həmin İtaliya təkid edir, digər belə deyək də aparıcı ölkələr təkid edirdilər və dünənlərdə baxın dərhal Ukrayna ətrafında bir ajiyotaj şou yaratmaq üçün telefonlar qızarmışdılar. O belə deyək də məlum bir deyim var, deyir telefonların rəngi qıpqırmızı olmuşdu. Nəfəsi yalanla gedib gələn Rusiya prezidenti. Nəfəsi yalanla gedib gələn mətbuat katibi, nəfəsi yalanla gedib gələn Xarici İşlər Naziri və onun rəsmiləri. Bütün bunlar, yəni onu deməyə əsas verir ki, 2026-cı ildə də qan su yerinə axacaq. Siz bəyaları, əlbəttə ki, müharibə şiddəti ilə davam eləyəcək. Mən sizə deyim ki, indi bunlar bir faktı deyim, ötən həftələrdə, səhv eləmirəmsə, ötən ay idi. Ukrayna deməli, hökumət binası Rusiya tərəfindən dron zərbəsinə məruz qaldı. Xatırlayırsınızsa, Ukrayna hökumətinin binası. Onda nə Trumpdan bir bəyanat gəldi, nə Modidən, nə elə bizim çox təəssüflər olsun ki, Şahbaz Şərifdən, nə digərlərindən. Amma mən onu da qeyd eləmək istəyirəm ki, indi Zelenskinin fiziki məhvi ilə bağlı bəzi addımlar atmaq istəyirlər. Və dünənlər o yaramaz, o Alkaş Medvedevin də açıqlaması elə belə deyildi. Bundan sonra o həyatının sonuna qədər ancaq gizlənməyə məcbur olacaq, fikir verin. Buradan deməli Putin Zelenskiylə müəyyən danışıqlar aparmağa, müəyyən məsələləri müzakirə eləməyi bəyan eləyir. Peskov da bunu deyir. Amma eyni zamanda bunların keçmiş prezidenti, indi belə deyək də, başı araqdan ayılmayan bir əyyaş durub o bəyanatı verir ki, bu həyatının sonuna qədər. Çünki ağlı başında deyil də, bilirsiniz, ağlı başında olan adam elə bəyanat verməz. Əvvəla, yenə də deyirəm, o qədər sayda dronlar əgər həqiqətən də bu rezidensiyaya yönəldilsəydi, hava ucundan müdafiə qüvvələri onları zərərsizləşdirmək gücündə
olmazdı Zaur bəy. Üzeyir O müəllim, sayda. mən istəyərdim siz bir Buyurun. hərbiçi kimi bir suallarım çoxdur, qısa Buyurun, cavab olsun oldu. ki, başqa suallara da verə bilim. Deməli, Rusiya Müdafiə Nazirliyi bu günlərdə Oreşnik mobil yerüstü raket sisteminin Belarusiyada hansı ki yerləşdirirlər. Bəli. İstəyərdim həmin o raket haqqında danışasınız. Mən sizə deyim ki, Zaur bəy, indiyə qədər Rusiya 3-4 raketini belə reklam eləyib. Həmin o Oreşnikdir, həmin o deməli Burevestnikdir, hansı ki ötən həftələrdə dilə gətirdi. Həmin o Kinjaldır, həmin o Poseidondur. O Poseidon drondur, sualtı drondur. Amma mən sizə deyim ki, hər dəfə Rusiya bir yenilik adı ilə bir raket və yaxud da hansısa bir silahı reklam eləyəndə dərhal, necə deyirlər, ona Ukrayna tərəfindən cavab addımlar atılır. Deməli, o Oreşnik artıq Belarus ərazisində də yerləşdirilib. Ötən həftələrdə Belarus prezidenti Aleksandr Lukashenko da bəyanat verdi ki, artıq onlar döyüş növbəsinə götürülüblər. Həmin o deməli Oreşniklər lazım gəlsə istifadə olunacaq. Düzdür, onu Ruslar istifadə eləməyi düşünürlər. Amma mən sizə deyim ki, hər şey nəzarətdədir. Bir şey də deyim, bayaqları verdiyiniz suala cavab olaraq. Bugün dünya kosmosdan çox rahat şəkildə izlənilir. Həm Rusiyanın, həm Amerikanın da peykdə, deməli, necə deyərlər, orbitdə peyklər var, hansılar ki, bütün prosesləri an-ba-an, saniyə-bə-saniyə izləyirlər. Və onlar çox rahat şəkildə, hətta yerdəki ən xırda, belə deyək də, detallara qədər bilirlər, görürlər, yəni izləmək gücündədirlər. Bütün bunların fonunda, yəni, əgər həqiqətən də Rusiya prezidentinin, belə deyək də, iqamətgahına hücum olsaydı, Ukrayna yəni bu ciddi cəhdlə o sözü dilə gətirməzdi. Çünki Ukraynanın bu günləri həqiqətən də həm Amerikanın, həm Avropanın silahına da, sursatına da çox böyük ehtiyacı var, dəstəyə ehtiyacı var. Bu bir. İkincisi, həmin o Oreşnik deyirsiniz. Oreşniki, yəni öz başına nə Belarusiya, nə də Rusiya istifadə edə bilməz. Nə mənada istifadə edə bilməz? Çünki istifadə edə bilər, onsuz da istifadə eləyir. Yəni onlar bəhbəhlə yanınıza gəlir, ay nə bilim, dünyanı dağıdacağıq, bizim qırmızı xətlərimiz var. Kursk hadisələri vaxtı da bir hədə-qorxu gəlirdilər, dünyanı təhdid edirdilər. Ondan sonraki dönəmdə də o, deməli, Rusiyanın dərinliklərinə Pautina əməliyyatı yadınıza gəlir. 4500 kilometr dərinlikdə olan deməli, hədəflər vurulanda, Krımda, Belbekdə, sonra deməli, hələ Feodosiyanın yaxınlığında hərbi aerodromlar vurulanda da, yəni bunlar Rusiyaya bir növ cavab zərbələri idi. İndi Ukraynanı hədələməsi Zakharovanın, Lavrovun, Peskovun və Putinin, yəni bu diplomatik cavab olmayacaq. Yəni bu, burada hər hansı bir danışıqdan söhbət gedə bilməz də, bunun cavabı hərbi cavab olacaq. Bunlar Zelenskini, belə deyək, indi baxıram görüm bəzi mətbu orqanlarda, hətta ölkəmizdə də bəzi, belə deyək, Rusiya sevərlər deyirlər ki, Zelenski bəlkə panik haldadır, bəlkə nə bilim narahatdır, ona zəng edir, buna zəng edir. Valla dünəndən baxıram cəmi 2 yerə telefon zəngi olub Ukrayna tərəfindən. Mən yenə deyim, burada Zelenski müdafiə eləmirəm. Sadəcə, yəni Ukraynanın baş verən proseslərə reaksiyasını mən dilə gətirirəm. Bəli. Və çox normaldır. Yəni müharibə aparan ölkə, yəni bunu elə də eləməlidir. Ona görə də o Oreşniklərdən çox da narahat olmağa dəyməz. Çünki vuran oğul, belə deyək də, o əvvəla vurardı, heç onu reklam da eləməzdi, amma Rusiyanın o gücü yoxdur. Yəni Ukraynaya öz, necə deyirlər, hərbi gücünü göstərsin.